Deyirəm ki, Allah mənim millətimə o qədər pul yetirsin ki, bax, hamısı belə gözəl evlərdə yaşasın. İçi mən qarışıq. Amin deyək, dəyərli müştərilərim, xoş gördük hər kəsi. Bugün sizlərə Mərdəkanda 8 dənə ev çıxıb, yeni satışa, Qaradok çıxıb. Sizlərə onun birini də təqdim edirəm. Hal-hazırda gördüyünüz modern üslubda inşa olunmuş, üst tərəfi keramogranitlə üzdənmiş gözəl bir həyət evi təqdim edirəm. Yayı da, qışı da rahatlıqla yaşaya bilərsiniz. Burada cam balkon olacaq inşallah. İsti döşəməlidir. Qış vaxtlarında da rahatlıqla əyləşə bilərsiniz. Bax, belə kürsülü bir evdir. Kameramız amma gəlmir nədənsə. Gəl. Evin ətrafını tam dövr eləmək mümkündür. Burada 8 metr uzunluğunda, 4 metr enində yarım tipli, daşma tipli hovuzu. Maşallah, burada da nə qədər istəyirsiniz, stul qoyun. Gözəl günlər keçirdin inşallah, hər kimə nəsib olsa, bu evdə gözəl günlər keçirmək nəsib olsun. Davam eləyirik. Burada su ambarı var. O qədər yorulmuşam ki, yorğun danışıram. Orada bir dənə like düyməsinə toxunun. Kanalımıza abunə olmamışsa abunə olun. Həqiqətən də gözəl bir ev təqdim edirəm. Ən vacibi keyfiyyətdir. Baxın, hər zaman deyirəm, deyəcəm də, sonuna qədər də deyəcəm. Zəhmətlə pul yığırsınız, mənə belə inanma qardaş. Gətir evi yoxlatdır, mütəxəssis gətir. Evinizi alanda şəkillərini deyin, tikintinin şəkillərini göstərsinlər sizlərə, təqdim eləsinlər. Pulunuzu çölə tullamayın, 2 ildən, 3 ildən sonra peşman olmayın. Burada zalı, 45 kvadratlıq zalı. Burada da pəncərələr vurulub. Qəşəng işıqlı evdir. Almağa dəyər pulunuz varsa təbii ki. Burada keçdik. Ay maşallah, nə boyda mətbəxdir bu. İşıqlı, geniş, 38 kvadratlıq mətbəx. Burada çamaşırxanası. 580 min manatdır bu evin qiyməti. 260 kvadrat evin sahəsidir. Tam, mən sənədsiz ev təqdim eləmirəm qardaş. Sənədləri qaydasındadır, kupçalıdır. 3.40 tavanın hündürlüyüdür. Burada bir yataq otağı, 28 kvadratlıq yataq otağı və özünün sanitar qovşağı var. Kameramız da yorulub. Burada biz 1 saatdan çox da çəkiliş eləyirik. Buna görə də nə etmək lazımdır? Like qoymaq lazımdır. Buranın pəncərəsini də sizlərə göstərim. Böyük bir pəncərəsi var. Qapıların hündürlüyü 2.25-dir. Davam eləyirik. Gəl. Burada da bir yataq otağı, yenə də eyni razmerdə 28 kvadratlıq və özünün sanitar qovşağı. Sanitar qovşaqlarına da fikir verin, hamısı divar içidir. Unitazı falan, bu görün duşu da divar içidir. Duş da divar içidir. Yəni bilirsiniz, bilənlər bilir ki, o bahalıdır. O birlərdən fərqli olaraq. Oy maşallah, bu nədir qardaş? Necə rəngi var onun? Gəl. Pərdəni heç sevmədim də mən. Mən bu pərdələri sevmirəm. Ev dediyin belə qəşəng pərdəsiz falan olar. Bax, burada da bir yataq otağı. Bir saniyə işıqlarını yandırım. Burada da bir yataq otağı, həyətə baxır bu yataq otağı da və gedirik 4-cü yataq otağına. Bəli, burada da bir yataq otağı. Bu otaqda adam qocalmaz. Hər gün təsəvvürən burada oyanırsan, burada adam qocalmaz. Gəldik bir videomuzun daha sonuna. İnşallah siz də hər zaman cavan qalasınız. 70 yaşına gələndə desinlər ki, maşallah cavan oğlan oxşayırsan. Ya cavan bir xanım oxşayırsan. Allah xeyrinizi versin. Bizim də, sizin də, hər kim alacaqsa indidən xeyirli uğurlu olsun. Görüşmək ümidi ilə canınız sağ, cibiniz dolu olsun hər zaman. Hələlik. Bunu sizlər üçün çəkdik ki, kadr arxası olsun. Ya kadrın ortasında yerləşdirərək, indi onu baxarlar. 8 dənə ev var. 4'ü 480 min manat, 4'ü 580 min manat.
pulu olanlar üçün mükəmməl bir fürsətdir. Pulu olmayanlar üçün də Allah yetirsin deyə inşallah. Sağ əlinizdə mənim başıma, məndən bir yerdə. Özünüzdən müğayət olun, görüşərik. Videomuza davam.